həmin gün nüdbə duası müstəhəbdir, gün çıxandan sonra oxunsun. Bir namaz vardır və bir dua vardır. Çox əzəmətlidir. İmam buyurur ki, kim həmin gün o 2 rəkat namazı qılarsa, onun savabı odur ki, sanki Qədirxumda, Peyğəmbərin hüzurunda o adamın özü Peyğəmbərin Həzrət Əlinin bu saatda öz canişini təyin etdiyi vaxtı sanki o Peyğəmbərin yanında ona beyət etmişdir. Beyət edənlərin ona savabı verilər. Kim bu əməli yerinə yetirərsə, Qədirxum günü Həzrəti Peyğəmbər sallavatullahi aleyhi və alihin yanında olub onunla beyət edən kişinin savabını əldə edər. Yaxşı olar ki, bu namazı əlbəttə zöhrə yaxın qılasınız. Çünki zöhrə yaxın Peyğəmbər Həzrət Əlinin rəhbərliyini elan edib onu təyin etmişdir. Namaz belədir. 2 rəkat namaz qılırıq. Qədirxum günü namazını qılıram. Qurbətən iləllah. 2 rəkat namazı hansı surəni istəyirsən oxuya bilərsən, qurtarandan sonra səcdəyə gedirsən, səcdədə Allaha 100 dəfə şükür edirsən. Məsələn, şükrən lillah demək kifayətdir. 100 dəfə bunu deyəndən sonra qalx, bir dua vardır Məfatül Cinan kitabında, bazaranlar onu da oxusunlar, çox böyük bir savabı vardır.